Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Sabunçu rayonu Zabrat 1 qəsəbəsi, Zabrat 1-in tam mərkəzi, 307 saylı orta məktəbin düz yaxınlığında yox, elə yanında. Qapını açırsınız, darvazadan baxırsınız, məktəb görsənir. Şəxsi tikili, yaşayışlı və ən əsası mərkəzi kanalizasiya və kupçası var. Magistral yola da çox yaxın məsafədə yerləşir, 2 sot yarım torpaq sahəsində. Yerdən 3 daş kürsüdə tikilib. Evin daxilində də sanitar qovşaq var. Evin həyətində də sanitar qovşaq var. 3 otaq 108 kvadrat da evin ümumi sahəsidir. Dəhliz sistemlidir. Dəhlizi ilə evin hamam sanitar qovşağı istipoldan ibarətdir. Burada isə yerləşir evin yataq otağı, betonlu, kəmərli, 4 bir tərəfdən də qoşadaşdan tikilib. Evdə istilik sistemi də kombidir. 198 saylı marşrut evin tam yaxınlığından keçir. Və ünvanı bir daha qeyd etmək istəyirəm ki, inanın ki, Zabratın ən gözəl, ən hündür, quru olan məhəlləsidir. Hətta biz özümüz də elə bu məhəllədə yaşayırıq. 2 sot yarımda 3 otaq, kupçalı evin qiyməti 108 min, üzr istəyirəm, qiymət səhv qeyd elədim. 115 mindən satışa çıxıb. Bəziləri elə biləcək ki, evin qiyməti 108 mindir, sadəcə kvadratla qiyməti səhv saldım. Kvadratı 108 kvadratdır, qiyməti 115 min manat. Dəyərli izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.